Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə seyyidina Muhammedin və alə alə və səhbə əcməin. Əmə bəd. Esselamu aleykum və rahmetullah. Allah qorxusu müminin qəlbinin həyatıdır. Allah qorxusu olmadan ibadətin ruhu olmaz. İnsan namaz qılar, oruç tutar, danışar. Amma qəlbində Allah qorxusu yoxdursa, o ibadətlər onu günahdan saxlamaz. Allah qorxusu odur ki, sən gizlində də, insanların içində də, tək qalanda da Allahın səni gördüyünü bilirsən. Günah etməyə imkan olduğu halda Allah məni görür deyib çəkinirsən. Allahın əzabından qorxub ona itaat edəsən. Bu qorxu insanı ümidsizliyə aparan qorxu deyil. Qulu Rəbbinə yaxınlaşdıran qorxudur. Allah Azze və Cəllə Quran-ı Kərimdə buyurur: Möminlər ancaq o kəslərdir ki, Allahı zikr olunanda qəlbləri ondan qorxar. Başqa bir ayədə Allah Azze və Cəllə buyurur: Rəbbinin huzurunda durmaqdan qorxan üçün cənnət vardır. Allahdan qorxan insan bilir ki, bir gün Allahın qarşısında dayanacaq. Dilindən çıxan hər sözə, baxdığı hər harama, etdiyi hər zülmə görə hesab verəcək. O gün nə dost fayda verəcək, nə mal, nə də güc. Allah Azze və Cəllə buyurur: Onları yaxınlaşan günü ilə qorxud. O zaman ki, ürəklər boğaza çatacaq. Sələf Allahdan elə qorxurdur ki, onların qəlbləri titrəyirdi. Onlar özlərini heç vaxt əmin hiss etmirdilər. Günahdan qorxurdular, nifaqdan qorxurdular, əməllərinin qəbul olmasından qorxurdular. Əbu Bəkir Əs-Siddiq radiyallahu anh deyirdi: Kaş ki, bir müminin bədənində bir tük olaydı. Bu, onun təvazökarlığını Allah qorxusundan idi. Ömər ibn Xattab radiyallahu anh deyirdi: Əgər göydən bir nida gəlsəydi ki, bütün insanlar cənnətə girəcək, yalnız bir nəfərdən başqa, qorxardım ki, o mən olum. Bu insanlar cənnətlə müjdələnmiş sahabələr idi. Amma yenə də Allahdan qorxurdular. Bəs biz necə arxayın ola bilərik? Həsən əl-Bəsri rahimehullah deyirdi: Mömin həm yaxşı əməl edər, həm də qorxar. Münafiq isə günah edər, sonra özünü əmin hiss edər. Bugün insanlar Allah qorxusunu itirdikləri üçün günahları adi hala çevirib, insan harama baxır, sonra gülür. Yalan danışır, sonra rahat yatır. Qeybət edir, insanların haqqını yeyir, valideynə qarşı çıxır, amma qəlbi titrəmir. Niyə? Çünki Allah qorxusu zəifləyib. Allah Azze və Cəllə buyurur: Onlar Allahı unutdular, Allah da onlara özlərini unutturdu. Allah qorxusu insanı günahdan saxlayar. Yusuf aleyhisselam zinaya çağrıldığı zaman nə dedi? Mən Allaha sığınıram, dedi. Qapılar bağlı idi. Heç kim görmürdü. Amma Allah görürdü. Məhz Allah qorxusu onu haramdan saxladı. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: 7 sinif insan vardır ki, Allah onları öz kölgəsindən gölgələndirəcək. Onlardan biri gözəl və vəzifəli bir qadın onu zinaya çağırdığı zaman mən Allahdan qorxuram deyən kişi. Səhih Əl-Buxari, Səhih Əl-Müslim rivayət etmişdir hədisi. Allah qorxusu yalnız ağlamaq deyil, Allah qorxusu itaətdə görünür. Allah qorxusu namazda görünər. Allah qorxusu haramı tərk etməkdə görünər. İnsan Allahdan qorxuram deyib, sonra faiz yeyirsə, namazı tərk edirsə, qeybət edirsə, bu qorxu zəif qorxudur. Füdeyl ibn İyad rahimullah deyirdi: İnsanlardan qorxduğun qədər Allahdan qorxsaydın, salihlərdən olardın. Bugün insanlar
İnsanların yanında günah etməkdən utanır. Amma Allahın gördüyü unudurlar. Allah Azze ve Celle buyurur, onlar insanlardan gizlənirlər, amma Allahdan gizlənmirlər. Allah qorxusu insanı düzəldər, qəlbi təmizləyir, nəfsi sındırar, təkəbbürü öldürər. Allahdan qorxan insan başqasına zülm etməz, yetimin haqqını yeməz, insanları aldatmaz. Çünki bilir ki, Allah hər şeyi görür. İbn Əl-Qayyim rahimehullah deyirdi, qəlbin xarab olması Allah qorxusunun azlığındandır. İbn Rəcəb Əl-Həmbəli rahimehullah deyirdi, Allah qorxusunun əsli budur. Allahın sevmədiyi şeyləri tərk etmək. Bugün çox insan Allah Subhanahu wa Ta'alanın tanıdığını deyir, amma Allahdan qorxmur. Əgər insan Allahı həqiqətən tanısaydı, ondan qorxardı. Çünki Allahın əzabı şiddətlidir. Allah Azze ve Celle buyurur, şübhəsiz ki, Rəbbinin yaxalanması çox şiddətlidir. Bir gün gələcək, insan etdiyi hər şeyin qarşısında görəcək. Allah Azze ve Celle buyurur, kim zərrə qədər xeyir etsə, onu görəcək. Kim də zərrə qədər şər etsə, onu görəcək. Sələf gecələr ağlayırdı. Günahlarına görə qorxardılar. Süfyan Əs-Səvri rahimehullah deyirdi, mənim ən çox qorxduğum şey imanımın ölüm anında alınmasıdır. Abdullah ibn Mübarək rahimehullah deyirdi, bəlkə kiçik gördüyün bir günah səni həlak edər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, mömin günahı başı üzərində dayanmış dağ kimi görər. Fasıq isə günahı burnuna qonmuş milçək kimi görər. Səhəl Buxari. Allah qorxusu insanı tövbəyə aparar. İnsan hər gün günah edir. Amma mömin etdiyi günahdan sonra peşman olar. Gecə yata bilməz. Allah məni bağışlayarmı deyə qorxar. Allah Azze ve Celle buyurur, ey iman gətirənlər, Allahdan layiqincə qorxun. Layiqli qorxu nədir? Allahın əmrlərinə itaat etmək, haramlarından uzaq olmaq, gizlində də olsa ona asi olmamaq. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur, Allah qorxusu hər xeyrin başıdır. Müasir alimlərdən Hüseyn Salih Əl-Hüseyn deyirdi, təqva budur, Allahın nuru ilə Allahın itaətini etmək. Allahın nuru ilə Allahın əzabından qorxaraq günahı tərk etmək. İbn Baz deyirdi, Allah qorxusu qəlbdə olarsa, insanın dili də, baxışı da, əməlləri də düzələr. Fəvzan deyirdi, insanların fəsada düşməsinin səbəbi Allah qorxusunun zəifləməsidir. Ey qardaşlarım, bacılarım, bir düşün, əgər bu gecə ölüm gəlsə, Allahın qarşısına dayanmağa hazırsanmı? Gizlində etdiyin günahlarla Allahın huzuruna çıxmağa utanmırsanmı? İnsanlardan gizlətdiyin şeyləri Allahdan gizlədə bilərsənmi? Qəbir təkdir, qəbir qaranlıqdır. Orada dost yoxdur, orada telefon yoxdur. Orada yalnız əməl var. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, ağıllı insan nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışan insandır. Səhih Tirmizi. Allah qorxusu insanı qurtarar. Allahdan qorxan isə Allah sevər. Allah Azze ve Celle buyurur, şübhəsiz ki, Allah Azze ve Celle müttəqiləri sevir. Allahdan qorxan insan sıxıntıda da olsa belə qurtuluş tapar. Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu verər və onu gözləmədiyi yerdən ruziləndirər. Allah qorxusu olmayan qəlbi isə daş kimidir. Günah etdikcə qaralır. Sonunda da insan günahı normal görməyə başlayır. Haram ona adi gəlir. Tövbə ağır gəlir. İmam Əhməd rahimehullah deyirdi, İnsanların ən çox ehtiyac duyduğu şey Allah qorxusudur. Ey Allahın qulu,
Özünü aldatma. Gəncliyinə aldanma. Sağlamlığına aldanma. Bu dünya keçəcək. Bir gün sənin də adın keçmiş zamanla çəkəcəklər. Səni torpağa qoyacaqlar. Hamı gedəcək. Səninlə yalnız əməlin qalacaq. Bugün tövbə et. Bugün Allahdan qorx. Günahdan əl çək. Gizlində etdiyin günahlardan utan. Çünki Allah Azze ve Celle səni görür. Allah Subhanahu wa Ta'ala buyurur. O gözlərin xain baxışlarını və qəlblərin gizlətdiyini bilir. Allahım, qəlblərimiz sənin qorxunu yerləşdir. Gizlində də, aşkarda da səndən qorxan qullardan et. Günahlarımızı bağışla. Qəlblərimizi sərtləşdirmə. Bizə ölümü gəlməmiş tövbə nəsib et. Bizləri öz əzabından qoru. Təqvalı qullar sırasına daxil et. Allahümə əmin. Ey Allahın qulu, insanlardan gizlətdiyin günahları Allahdan gizlədə bilməzsən. Gecənin qaranlığında etdiyini də Allah görür. Qəlbindən keçəni də bilir. Bir gün gələcək, tək başına Allahın qarşısında dayanacaqsan. Nə dost fayda verəcək, nə də mal, nə də güc. O gün yalnız təmiz qəlb və salih əməl fayda verəcək. Bu dünya isə kesib gedəcək. Bir kölgədən başqa bir şey deyil. Allah Azze ve Celle Quran-ı Kerimdə ayədə buyurur. O gün nə mal, nə dövlət, nə övlad, nə fayda verər. Ancaq Allaha sağlam qəlb ilə gələn kəslərdən müstəsna. Həsən Bəsri Rahimullah deyirdi, ey Adamoğlu, sən sadəcə sayılı günlərdən ibarətsən. Hər bir gün keçdikcə səndən bir parça yedir. Elə isə ölüm gəlməmiş Allahdan qorx. Qəbrə girməmiş tövbə et. Qəlbin sərtləşməmiş Qurana dön. Çünki bir gün peşmanlıq fayda verməyəcək. Allahım, qəlblərimizi sənin qorxunla dirilt. Allahümə əmin.